17 июня этого года в Азербайджане отмечается и празднуется широко такой красивый профессиональный праздник медицинских работников. Это день людей, которые, их благородная миссия заключается, посвящена тому, чтобы сохранить и спасти самое ценное, что самое важное для человека, это жизнь и здоровье. И я хотел бы сказать, что с огромным уважением отметить тот факт, что я ровно месяц назад проходил лечение в Центральном таможенном госпитале, и я остался доволен, честно говорю, остался доволен тем уровнем оказанных медицинских услуг, от приемного покоя до реанимации, до палаты, до реабилитационных лечения, и профессионализм всего персонала, а также внимательным и добрейшим отношением к пациентам. Это произвело для меня большое впечатление, очень сильное впечатление. В этот знаменательный день, в день профессионального праздника медицинских работников, я бы хотел поздравить председателя Государственного таможенного комитета, уважаемого Шахина Багирова, начальника медицинской службы ГТК Азербайджана Джейхуна Мамедова, а также главного врача Центрального таможенного госпиталя Бахтияра Мусаева, а также весь персонал, докторов, медсестер, медбратов, госпиталя. И хочу вот сегодня искренне поздравляю от всего сердца с этим знаменательным праздником вашим профессиональным праздником медицинских работников. Хочу пожелать всем вам крепкого здоровья, благополучия, успехов в вашей такой благородной миссии, деятельности, а также благодарных пациентов и mирного неба. Azərbaycanın tibb işlərinin peşə bəhramı münasibətilə sizi ürəkdən təbrik edirəm. Şərəfli və məsuliyyətli həyatınızda yeni, büyük uğurlar, möhkəm can sağlığı, rifah və xoşbəxtlik arzulayıram. Fədakar əməyinizə görə təşəkkür edirəm. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının dəyərli və qayğıkeş kollektivi sizi tibb işçilərinin peşə bayramı münasibəti ilə Sos-Uşaq kəndlərinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim üçün təkcə peşəkar həkimlər, tibb işçiləri deyilsiniz. Sizin hər biriniz bizim üçün ayrı-ayrılıqda insanlığın ən nəcib simvollarsınız. Uşaqlarımıza, qayğı işçilərimizə etdiyiniz fədakarlıq, göstərdiyiniz qayğı, sərf etdiyiniz vaxt, sevgi bizim üçün ən böyük xəzinədir. Mən buradan fürsətdən istifadə edərək hospitalın rəhbərliyinə özlərim minnətdarlığımı çatdırıram. Sizin humanist yanaşmağınız sayəsində bizim kəndin sakinlərinin sağlamlığının qorunması ən yüksək səviyyədə təmin olunur. Biz bunun üçün sizin hər birinizə ayrı-ayrılıqda minnətdarıq. Sizin hər birinizə möhkəm can sağlığı, işlərinizdə uğurlar və sonsuz məhəbbət arzulayıram. Dünyada ən qiymətli nemət olan insan sağlamlığının keşiyində duran həkimlər böyük hörmət və ehtirama layiqdirlər. Bu günlərdə mən dediyim bu ifadələrin bariz nümunəsi ilə rastlaşdım. Bakı Dövlət Universitetində işdə olarkən qəfil vəziyyətim pisləşdi, ürək nahəmdən ağrılar hiss etdim və Gömrük Hospitalının təcili yardım şöbəsinə müraciət etdim. Müddət ərzində onlar özlərini getirdilər və məni Gömrük Hospitalına apardılar. Gömrük Hospitalına daxil olarkən məndə artıq klinik ölüm başladı. Onların fədakarlığı və peşəkarlığı nəticəsində məni xilas edə bildilər. Hal-hazırda mən müalicə alıram, amma sağlamam, işə çıxıram. Buna görə mən həkimlərə minnətdaram. 17 iyun tarixində həkimlərin peşə bayramıdır. Mən bu münasibətlə həkimləri təbrik etmək istərdim. İstərdim əvvəlcə Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağurova, tibb xidməti rəisi cənab Ceyhun Məmmədova, Gömrük Hospitalının rəisi Bəxtiyar Musayeva özlərim minnətdarlığımı bildirim. Eyni zamanda istərdim ki, məni müalicə edən həkimlər, İnvazit Kardiologiya şöbəsinin müdürü
İlqar Tahiroğlu'na, Təzyiq Yardım Şöbəsinin müdiri Füzuli Abuşova da öz minnətdarlığımı bildirim və onların simasında bütün həkimləri təbrik edim. Allah onlara can sağlığı nəsib eləsin. Onlar bizim xalqımızın, çiçəklənən ölkəmizdə quruculuq işlərində daha faal iştirak etmələri üçün geniş imkanlar yaradırlar. Bu işdə onlara daha böyük uğurlar arzu edirəm. Уважаемый Шахин Малим, Чайхун Малим, уважаемое руководство, врачи и весь коллектив Центрального таможенного госпиталя. От всей души поздравляю вас с профессиональным праздником, с Днем медицинского работника Азербайджанской Республики. Ваш труд – это не просто профессия, это ежедневная забота о людях, ответственность за их здоровье, за жизни, готовность прийти на помощь в самые непростые моменты. Именно поэтому труд медицинских работников всегда вызывает глубокое уважение и искреннюю благодарность. Мое знакомство с Центральным таможенным госпиталем произошло около 8 лет назад, когда мы вместе с мамой впервые пришли на прием к доктору Рашаду Махмудову. Его высокий профессионализм, внимательное отношение к пациентам и умение вселять уверенность сразу произвели на нас большое впечатление. Позже с нами начал работать доктор Эмин Гаджибалаев. Именно тогда моей маме успешно провели анжу и назначили лечение. С тех пор Эмин Малим остается лечащим врачом моей мамы. На протяжении многих лет мы неизменно чувствуем его внимание, заботу, ответственное отношение к пациентам. Но с недавнего времени и я также стала его пациентом. За эти годы нам также довелось общаться и с другими замечательными специалистами госпиталя. Уважаемым Бахтияром Мусаевым, как руководитель, как специалист, он произвел большое впечатление. Также доктор Сабухи Дадашев, который успешно провел моей маме операцию на венах. Мы искренне благодарны ему за профессионализм и за заботу. Отдельно хочу отметить и Диляру Ханум, с которой мы знакомы и по линии работы со средствами массовой информации, СМИ. Это очень грамотный, отзывчивый, искренний человек, всегда готовый помочь и поддержать. Наша семья искренне признательна всему коллективу госпиталя за многолетнюю заботу, внимание и поддержку. Мы по праву считаем Центральный таможенный госпиталь одним из лучших медицинских учреждений Азербайджана. Желаю вам всем крепкого здоровья, благополучия, профессиональных успехов, новых достижений и благодарных пациентов. С праздником вас! Спасибо за ваш благородный труд и преданность своему делу. Mən Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin baş inspektoru Mirzəyeva İmmi. Mən hazırda Mərkəzi Gömrük Hospitalında övladımın dünyaya gəlməsi ilə əlaqədar müraciət etmişəm. İlk gündən etibarən bütün müayinələrim Mərkəzi Gömrük Hospitalına əmanət olunubdur. Bundan əvvəlki övladımın da dünyaya gəlməsi həmçinin Mərkəzi Gömrük Hospitalında həyata keçirilmişdir. Bundan əlavə öz ailə üzvlərimin də sağlamlığını mən hər zaman Mərkəzi Gömrük Hospitalının heyətinə etibar etmişəm. Burada aparılan bütün müayinələrdən, göstərilən bütün xidmətlərdən həmişə razı qalmışam. Və bunun üçün Mərkəzi Gömrük Hospitalının şəxsi heyətinə öz təşəkkürümü bildirirəm. Başda baş həkimimiz Bəxtiyar Musayev olmaqla bütün şəxsi heyətə təşəkkürümü bildirirəm. Şamil Sabiroğlu, jurnalist, Xocalı soyqırımını tanıtma ictimai birinin sədri. Hər il iyun ayının 17-si ölkəmizdə tibb işçilər günü kimi qeyd olunur. Fürsətdən istifadə edib Azərbaycanın fədakar, qayğıkeş, istedadlı tibb işçilərini təbrik edirəm və onlara işlərində uğurlar arzulayıram. Keçən ilin sentyabr ayında bizim işimiz Gömrük Hospitalına düşdü. Belə ki, Gömrük əməkdaşı Sərdar Rüstəmovun böyrəklərində ciddi bir problem yarandı və buna görə də Gömrük Hospitalına müraciət elədik. Baş həkim Bəxtiyar Musayev olmaq şərti ilə hər biri bacardığı qədər dəstək göstərdilər və Sərdar Rüstəmov hal-hazırda yaşayır və hospitalın xidmətlərindən də yüksək səviyyədə istifadə edir. Buna görə də xidmətdə yüksək səviyyədə göstərdiklərinə görə Dövlət Gömrük Komitəsinin sədri çox hörmətli Şahin Bağırova, Komitənin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi çox hörmətli Bəxtiyar Musayeva, eyni zamanda Nefrologiya Şöbəsinin müdiri Mirmənsim Məmmədova,
eyni zamanda damar cərrahı çox hörmətli Kənan Əsədova və bütün əməkdaşlara təşəkkürümüzü bildiririk. Allah sizdən razı olsun.